Amin Allah. Amin. Amin. Mən biraz gedən yollarını Allah Taala həmişə açıq eləsin. Amin. 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 Mən biraz çox danışa bilərəm. Çünki ürəyim doludur. Ürəkdən gələn sözlərdir, bunu deyirəm. Ya Allah, bismillah. 1 200 300 400 500 600 700 800 900 1000 1100 1200 1300 1400 1500 1600 1700 1800 manat. Allah göndərənlərin canını sağ eləsin. Rızısını bol eləsin. Qardaş bacılarımız var olsun. Amin. Amin. Qardaşlarımızın, bacılarımızın göndərdiyi yardımdır. Bu da 150 manatdır. Bax bu da eynən sənə qardaşlarımızın, bacılarımızın göndərdiyi. Allah əvəzini versin. Allah sağlarını xoşbaxt. Amin. 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 Gedən yollarını həmişə açıq eləsin. Amin. Amin. Allah razı olsun. Sağ olun. Allah canını sağ eləsin. Amin. O pulu göndərənlərin, o pulun göndərən insanlara başda Cəlilabadlı Ceyran bugün olmaqla bütün bacılar kimin ki əməyi olub, o pullar gəldikcə durmadan, dayanmadan rəylər yazan İlham əmi başda olmaqla hər birinə təşəkkür edirəm, hər birinizə minnətdaram. Bilin ki, bu layihədə bugün, bax şəxsən bugün 26-cı ev tikilib qurtardı. Bəli. Bu hərəkətlə, bu etdiyiniz əməllə. Çünki Məhəmməd, and olsun Allahın adına ki, Məhəmməd sanki bir zindandaydı. Məhəmməd neçə aydır zindan həyatı yaşayır. Məhəmməd neçə aydır gecələri yata bilməyən insan olur. Amma 3 gündür, 2 gündür Məhəmməd yatır, 2 gündür rahat yatır. Bir tərəfdən ana problemini yaşayır, bir tərəfdən ay gəldi çatdı, nə ilə verəcəm. İndi şükür Allah, Məhəmməd bugün, bax bu axşam aparıb, sələmini tamamilə bağlayıb və buradan nə alacaqsa, onu aparıb evində anasına meyvə istəyəcək, meyvə alacaq. Balaları ət istəyəcək, ət alacaq. Bax bunun üçün bax bu pulları göndərən insanların hər birinə deyirəm. Əllərinizdən öpürəm, alnınızdan öpürəm, analarınızın, atalarınızın əlindən, ayağından öpürəm. Niyə? Çünki sizin kimi oğullar, sizin kimi övladlar böyüdürsünüz. Siz vətənimizin qəhrəman oğullarısınız. And ol Allaha, siz bu millətin qürur yerisiniz, bu millətin fəxrisiniz. Şəhidlərimiz qədər siz uca insanlarsınız. Şəhidlərimiz canı ilə, qanı ilə vətənimizə xidmət etdilər, torpağımızı aldılar. Siz də öz halal ruzünüzü kasıblara, veteranlara, şəhid ailələrinə yollamaqla bu vətənə, bu xalqa xidmət edirsiniz. Uca Rəbbim hamınızdan razı olsun. Uca Rəbbim bütün Azərbaycanlılarımızı harda yaşamasından asılı olmayaraq, Azərbaycan qanı damarında axan hər bir müsəlmanımızı qorusun. Allah Türk dünyamızı qorusun inşallah. Eşq olsun Azərbaycan oğullarına.